İndi isə çox vacib bir mövzuya keçək. Qidalanma və yaşlı orqanizm. Çünki yaş artdıqca dəyişən ən əsas şeylərdən biri bədənin qidaya reaksiyasıdır. Gəlin bunu elmi prinsiplərlə, amma sadə şəkildə izah edək. Birinci prinsip. Enerji ehtiyacı azalır, amma keyfiyyət ehtiyacı artır. Yaşlı insan daha az hərəkət edir, metabolizm yavaşlayır. Yəni əvvəlki qədər kalori lazım deyil. Amma bu o demək deyil ki, az yemək lazımdır. Əksinə, daha keyfiyyətli qidalanmaq lazımdır. Az, amma düzgün. İkinci prinsip. Zülal həyati əhəmiyyət daşıyır. Yaş artdıqca əzələlər azalır. Buna sarkopeniya deyirik. Bunun qarşısını almağın ən əsas yolu kifayət qədər zülal qəbuludur. Yumurta, süd məhsulları, balıq, ət, baxlalılar. Bunlar gündəlik rasionda mütləq olmalıdır. Üçüncü prinsip. Vitamin və mineralların rolu artır. Xüsusilə D vitamini, kalsium, B12 vitamini. Bunların çatışmazlığı sümük zəifliyi, yaddaş problemləri, halsızlıq yaradır. Problem ondadır ki, yaşlılarda bu maddələrin sorulması da azalır. Yəni, eyni qidanı yesə belə, bədən əvvəlki kimi istifadə edə bilmir. Dördüncü prinsip. Susuzluq hissi azalır. Yaşlı insan çox vaxt susuz olduğunu hiss etmir. Amma su az olduqda təzyiq problemləri, baş gicəllənmə, böyrək problemləri artır. Ona görə su içmək hissə görə yox, şüurlu şəkildə planlı olmalıdır. Beşinci prinsip. Qidalanma sadə, balanslı və davamlı olmalıdır. Ağır, yağlı, çox şəkərli qidalar orqanizm üçün əlavə yükdür. Əvəzində tərəvəz, meyvə, lifli qidalar, sağlam yağlar daha vacibdir. Altıncı prinsip. Qidalanma təkcə bədən deyil, beyin üçündür. Düzgün qidalanma yaddaşı qoruyur, depressiya riskini azaldır, ümumi həyat keyfiyyətini artırır. Və ən vacib nəticə. Yaşlılıqda qidalanma sadəcə tox qalmaq deyil, bu müalicənin bir hissəsidir. Düzgün qidalanan yaşlı insan daha az xəstələnir, daha gec zəifləyir, daha uzun müddət müstəqil yaşayır. Ona görə də qidalanmaya belə baxmaq lazımdır. Bu sadəcə yemək deyil, bu sağlam yaşlanmanın əsas sütunlarından biridir.